Sona qədər izləyirsiniz. Eyni zamanda abunə olmağı da unutmayın. Baxaq. Birinci sual. Deyir, işləmə yerinə asılı olaraq müxtəlif cür tələffüz oluna bilən sözlər hansılardır? Təbii ki, biz burada hansıları götürəcəyik? Demək, sözün sonunda qıdsə, əgər özündən sonra samit gəlsə, x kimi tələffüz olunacaq. Saat gəlsə isə ğıya çevriləcək. Bir götürə bilərik. Eyni zamanda nəhəng sözüdür. Özündən sonra samit gəlsə 2 olacaq. Saat gəlsə isə g kimi qalacaq 5. Çəltik sözü özündən sonra samit gəlsə xıştırıq olacaq. Saat gəlsə isə k əvəzlənməsi baş verəcək. Yəni 1, 4, 5 sənin ideal cavabındır. Amma dairə sözünün özündən sonra nə gəlsin? Ə olduğu kimi qalacaq. Pərakəndə sözünün eyni zamanda ə olduğu kimi qalacaq. 1, 4, 5 yəni B variantı. Bizim də abituriyentimiz, şagirdimiz bunu düzgün yazıb. Cavab olacaq 1 də B variantı. Gəldik 2-yə. Hansı ifadə həm frazeoloji birləşmə, həm də sərbəst söz birləşməsi kimi işlənə bilər? Təbii ki, yəni həm məcazi, həm də həqiqi mənada işlənməlidir. Qaşqabağa yeri süpürmək heç bir halda sərbəst ola bilməz. Qəlbindən qara qanlar axmaq ola bilməz. Qəlbi dağa dönmək ola bilməz. Yola düzəlmək ola bilməz. Amma əldən düşmək həm həqiqi, həm də məcazdır. Yorulmaq mənasında frazeoloji birləşmə olduğu halda qələm əlimdən düşdü. Bu isə sərbəst söz birləşməsi. Cavab olacaq demək E variantı. Bunu da abituriyentimiz düz yazıb. Gələk 3-ə. Tərkibində həmcins üzvlər olmayan hansı cümlələrdə tabeçilik əlaqəsi var? Ya da saxlayaq ki, tabeçilik əlaqəsi iki halda ola bilər. Həm həmcins üzvlər arasında, həm də tabesiz mürəkkəb cümlələr arasında. Həmcins üzvlər yoxsa, təbii ki, biz tabesiz mürəkkəb cümləni axtarmalıyıq. Baxaq. Deyir, hirs gələr, göz qızarar, hiss gedər, üz qızarar. Baxın, gələn məsələn hirsdir, qızaran gözdür. Sonra məsələn hirs gedir, üz qızarar. Təbii ki, bu tabesi mürəkkəb cümlədir və demək zaman algı tabesi mürəkkəb cümlədir və hadisələr eyni zamanda baş verir. Bir olacaq 1. Pislik etmə, yaxşılıq et. Bu sadə cümlədir. Hər ikisini sən edirsən. Qəzəbi yalnız şəfqət və məhəbbət yaratmaq olur. Şəfqət, məhəbbət burada həmcins üzvlərdir. Mənə lazım deyil. Tənbəllər işi sözdədir, zəhmətsevərin işi isə əməldədir. Bu da tabesi mürəkkəb cümlədir. 4. İnsanı məhv etmək olar, ona qalib gəlmək olmaz. Olmaz, nə olmaz, ona qalib gəlmək olar, nə olar, insanı məhv etmək. Bax, diqqətli oluruq ki, 1, 4, 5 tabesiz mürəkkəb cümlədir və arasında tabesizlik əlaqəsi var. Yəni A variantı, bunu da abituriyentimiz düzgün yazır. Keçək növbətiyə. Hecalardan birinin tərkibində 2 leksik şəkilçisi olan sözlər. Yəni bir hecada 2 leksik şəkilçisi olmalıdır. Bahalaş sözü, bahalaş sözündə, bax, laş hecasında bir şəkilçisi var. Mənə lazım deyil. Yorğunluq, ğunluq. Hər iki bir hecada və tərkibində bir şəkilçisi var. Lazım deyil. Göy, göyər. Baxın, bu belə bölünür də. Göy, göyərtmədir. Baxın, ərt hecası var burada. Ərt. Bu da belədir. Göy, göyər, göyərt. Gördün mü? 2 leksik şəkilçisi var. Köçürt sözündə köç, ürt hecası var burada. Ürt. Bu da belədir. Köçür və köçürt. Gördün mü necə? Tərkibində 2 leksik şəkilçi var. Cavab olacaq C variantı. Bunu da abituriyentimiz təbii ki doğru yazıb. Gələk növbəti. Küməsin leksiyələrinə aid hansı sözlər yerinə görə bitmiş ifadə edilir? Təbii ki, bu söz cümlə şəklində işlənəndə bitmiş ifadə edilə bilər. Söz cümlə ibarət olur modal sözlərdən, daha çox ədatlardan. Baxaq, təbii ki, əlbəttə sözdür. Dərsə gedirsən, əlbəttə, fikir bitdi. Sənin adın Əlidir, hə, Əlidir. Gördün mü necə? 1, 4 demək, bitmiş ifadə edə biləcək olacaq B variantı. Bunu da şagirdimiz düzgün yazıb. Yaş növbəti. Hər iki cümləsinin ortalıqca gəlsə desin. Biz görürük ki, burada şərt çəkilir. Təbii ki, bu tabeli mürəkkəb cümlədir. Dayan, keçsin. Təbii ki, bu da mürəkkəb cümlə. Bu cümlələrin hər birisi mürəkkəb cümlədir. Baş verən hadisələr ayrı şəxslərə aiddir. Təbii ki, quruca mürəkkəbdir. Hər birisi mürəkkəb cümləyə aiddir. Cavab olacaq demək E variantı. Gəş növbəti. Hansı cümlədə hal şəkilsi qəbul etmiş sözlərinin hər biri fərqli nitq hissəsidir? Vətənin taleyi hər bir insan. Baxın, insanın vətəni hər birisi isimdir, lazım deyil. Həyat insanlıq dərsi. Təbii ki, burada hal şəkilsi yoxdur. Yaxşı danışmaq bacarığın səni onlardan fərqləndirir. Yaxşı danışmaq bacarığın səni onlardan fərqləndirir. Bizə nə deyir? Hansı cümlədə hal şəkilçilik qəbul edən sözlərin hər biri fərqli nitq hissəsinə aiddir. Yaxşı danışmaq bacarığın, sənin bacarığın, bu mənsubiyyət lazım deyil mənə. Səni onlar. Bax, burada səni və onların hər birisinin hal şəkilçisi var, hər birisi də əvəzlikdir. Lazım deyil. İnsanın gözəlliyi onun sadə davranışındadır. İnsanın yiyəlik hal şəkilçisi qəbul edib, onun yiyəlik hal şəkilçisi qəbul edib, hər birisi də demək müxtəlif nitq hissəsidir. İnsan isimdir, onun isə əvəzlik. Cavab olacaq təbii ki D variantı. Düzgün yazıb abituriyentimiz. Gənclər qocalardan nəsihət dinlədilər. Təbii ki, burada cəmi bir hal şəkilçisi var. Qocalardan, digər isə yoxdur. Cavab olacaq 7 də D variantı. Gələk 8-ə. Nümunənin tərkibində hansı sözlər çıxarılsa vergül işarəsi sayı dəyişməz. Afərin.
İgid oğul. Bax ben burada oğlu çıxarsam bir igid. Əlbəttə, yəni modal söz gəlsin, təbii ki bunun hər ikisinə vergül qoyulacaq. İkini çıxara bilərəm. Bilirik ki, ikini də çıxara bilərsən, təbii ki bu bilirik başımızı ucaltdın. İkini çıxartsan, 2 orada qalsa da bu tabeli mürəkkəb cümlədir və sərhəddində vergül işlənməlidir. Yəni sən 2 ilə 4-ü çıxara bilərsən. Cavab olacaq təbii ki A variantı. Gəliş növbəti. Hansı cümlədə xəbər sintaktik əlaqənin aslı tərəfi deyil? Bax, yadda saxlayın ki, xəbər mübtəda ilə münasibətdə aslı olur. Digər cümlə ilə münasibətdə əsas olur. Bunu unutmuruq. Əgər xəbər aslı deyilsə, demək orada mübtəda yoxdur. Mübtəda olsa mütləq xəbər aslı olacaq. Demək mübtəda yoxdursa, xəbər əsas olmalı. Mübtədası olmayan cümləni tapmalıyıq biz. Bizi həmişə mehribanla qarşılayırdılar. Kim? Onlar. Bu cümlə mübtədası buraxıl. Mübtəda buraxıldığı halda demək xəbər əsas olacaq. Hər şey öncədən planlaşma lazımdır. Lazımdır. Nə lazımdır? Hər şey öncə planlaşdırma mübtədası var. Buraların axşamları sərin olur. Sərin olur. Nə? Buraların axşamları mübtədası var. Siz yaratmaq, qurmaq üçün yaranmışsınız. Yaranmışsınız kim? Siz. Siz yaranmışsınız. Nə üçün? Siz mübtədası var. Həyat onun qədrini bilənlərindir. Demək, onun qədrini bilənlərindir. Nə? Həyat. Mübtədası var. Mübtədası olmayan A variantı oldu və xəbər də orada aslı tərəf kimi, əsas tərəf kimi çıxış etdi. Cavab olacaq A variantı. Cümlənin birində müraciət bildirən sözün ifadə vasitəsi ümumi qram mənasına görə fərqlidir. Övladlarım isimdir, Qarabağ isimdir, vətən isimdir, gənclər sifəti, dostlar isimdir. Hər birisi isim olduğu halda D variantında xitab isə sifətlə ifadə edilib. Cavab olacaq D variantı. Gəliş mətnə. Yardım mətni, təbii ki siz bunu oxumusunuz, keçək suallara. Deyək ki, hansı nümunədə mətnin plan bəndə ola bilməz? Qonşuların söhbəti, demək o iki qonşu, Neymətlə digər qonşu söhbəti var idi. Cəbhədən gələn zəng, bəli, əri zəng vurmuşdu o bandidə olan qadına. Yaşlı adama hörmət, bəli, deyək ki, ayaq üstə durma yorularsam. Yanlış anlaşılma, pensiyasını gözlədi. Elə bildilər ki, pensiya dərdinə, sənin pensiyasını alıb fonda köçürəcəkdi. Bu da var, amma B variantı gecikmiş yardım deyilən ifadə yoxdur. Mətn hansı sualın cavablandırma mümkündür? Hikmət ki, hansı nəql vasitəsini istifadə etdi? Yoxdur. Hikmət ki, kart nömrəsini əzbərdən bilirdimi? Xeyr, bilmirdi. Çünki o deyir ki, bax burada yazılıb, bilsəydi əzbərdən deyər. Deyir ki, abi mənim gözüm görmür, al bu kağızda onun nömrəsi yazıb. Cavab olacaq B variantı. Üzərinə rəqəm yazılmış hansı sözlər həqiqi mənada işlənmiş? Təbii ki, bu da 3-5-dir. Burada hansıdır? Baxın, 3-5-i mən sizə göstərim. Demək, 3 oturmaq sözü həqiqidir və demək, kostyumu geymək sözü həqiqidir. Demək, 3-dən 5 həqiqi mənalı ifadələrdir. Cavab olacaq E variantı. Gəliş növbəti. Mətn əsaslanmaqla hikmət kişiyə aid olmayan fikirləməkdir. Təsərrüfat işlərə məşğul olurdu. Evdə tək yaşardı. Xeyr. Çünki o deyir ki, abala, bu pəncəyi təmizləyin. Mən geyinib gedəcəm. Baxın, burada var, deyir ki, abala, mənim demək burada var, deyir ki, təmizləyin, mən geyib gedəcəm. Demək, Ayşə, paltarın səliqə salın, gedəsi yerim var. Baxın, demək, ondan başqa burada adam da var. Elə deyilmi? Demək, 1, 2 yanlışdır. Cəbhədəki nəvə üstündə arxada belə bir məlumat 3 yanlışdır. Kartını itirdiyi üçün başqası kartını istifadə etdi. Bu da yanlışdır. 3, 4, 2, 3, 4, yəni E variantı düzgün cavabdır. D şərhinin birinin qarşısında işarə qoyulmuş sözün mənasına uyğundur. Təbii ki, fond sözü. Fond da nədir? Ümumi mənada müəyyən məqsəd üçün toplanmış və ayrılmış vəsait ehtiyac resurs. Təbii ki, yoldaşım burada düzgün yazıb. Tələbəmiz keçək növbətiyə. Baxaq, deyir ki, qovmaq sözü təbii ki, informativdir. Deyir ki, düşmənləri qovuruq, informativdir. Poetik başqa üslubu funksiya işlədilməsi. Təbii ki, biz burada informativdə biz onun poetik işlədilir. Məsələn, yazıram ki, beynimdən şübhələri qovdum. Yaza bilərsən burada. Yağmaq sözü deyir ki, üzündən məsələn əsəbli yağ. Bu məcazi. Səhərə qədər yağış yağdı. Bu isə həqiqi. Təbii ki, bir informativ, 2 də poetikdir. İnsanlar hadisələr haqqında tələsik dəqiqləşdirmədən qərar vermək yanlışdır. Deyimini mətnlə əlaqələndirə fikrini yazın. Təbii ki, bu mətnlə əlaqəlidir. Məsələn, bax burada yoldaşımız bizim yazıb ki, təbii ki, onlar Neymət kişi pensiyanı soruşanda elə bilirdilər ki, Neymət kişi pensiya yolunu gözlər. Deyirlər ki, biz nadə sən haydə. Sən demə Neymət kişi pensiyasını alıb yardım fondunu göndərmək istəyirdi. İlk olaraq onu səhv başa düşmüşdür. Bu ifadələrini sən bura yaza bilərsən. Gələk növbətiyə. Təbii ki, burada elmi üslubdan bir mətin verib uyğunlaşdırın. Yardım mətni yazılır ki, nə? Bədii üslubdadır. Bax, yardım mətni yazılsan ki, bədii üslubdadır, məcazlıq var, obrazlıq var. Çərçivə mətni isə elmi üslubdadır, dəqiqlik var, ardıcıllıq və s. Bax, elmi üslubda nə yazırsan? Dəqiqlik var, ardıcıllıq var, termin sıxlığı var və s. Ortaq cəhət kimi isə ədəbi dilin qayda qanuna tabedir. Ədəbi dilin üslublar sisteminə daxildir yaza bilərsən. Yaş növbətiyə. Altı xətt çəkilmiş hissədəki məlumatlara əsasən həmin sözlərin müəllifinin, təbii ki, burada söhbət hikmət kişidən gedir. Əmincan, siz niyə ayaq üstə dayanmışsınız? Yorboq, təbii ki, bu qadından gedir söhbət. O deyir ki,
Əmin kişi, əmi sən niyə görə ayaq tutarımızı yorularsınız. Təbii ki, bunun müəllifini mən nə deyə bilərəm? Yəni o sözü deyən insan haqqında mən nə deyə bilərəm? Yardımsevərdir, nə bilim, böyüyə hörmət edir. Bax, yoldaşımız burada yazır ki, böyüyə hörmət edir, yardımsevərdir, təmiz qəlblidir, vicdanlıdır və s. yaza bilərsiniz. Təbii ki, nöqtənin yerinə gələn ifadə yazaq 20-də. Deyək ki, biz nahidə, sən nahidə. Baxın, burada var ki, cəmaət nahidə, sən nahidə. Yəni biz müharibə dərsək, sən isə pensiyanı vurulmağın gözləyirsən. Biz nahidə, sən nahidə. Gəliş növbəti mətnə. Təbii ki, bu avar çəkmədir. Siz buna baxmısınız keçək suallara. Mətndə qədim rəsmlər hansı fikir üçün əsas edilir? Təbii ki, Qobustan qayğısı rəsmləri o da qədim insanların qayğıdan istifadə etdiyini göstərir. İnsanların avarı qayğıdan istifadə etməsin. Bax, sənin cavabın olsa təbii ki, demək B variantı. Gəliş növbəti. Azərbaycan İngiltərə təbii ki. Deyək ki, mətn əsas elə Venn diaqramında yanlış fikirlərə və onu əvəz edən fikirlər. Təbii ki, qayğısı rəsm var, bir doğrudur. Yəni biri sən heç nədən əvəz etməyəcəksən, biri sil getsin. Sən biri heç nədən əvəz etməyəcəksən. Demək B-də getdi, C-də getdi. Su idmanı burada deyirəm, xeyr Azərbaycanda yaranmayıb. Ən böyük bazası Mingəçevirdə olub. Belə deyil. Böyük avarçəkən bazası yerləşib. Bax, sən 2-ni siləcəksən buradan. 2-ni əvəzinə bunu yazacaq. Sonra idmançılar Olimpiya oyunlarında iştirak ediblər. İngiltərədə deyil bu, yanlışdır, o Rusiyada olub. Təbii ki, akademik qayğın vətənidir. Bax, 4-ü yazacağız. Təbii ki, yoldaşımız düzgün yazıb. Hələ ki, yoldaşımızın da səhvi yoxdur. 2-nin 4-ün yerinə. Yəni 2-nin 4-ü əvəz edə bilərsən. Digər ifadələr. Su slalomon idman növünə aiddir. Baxın, burada var. Su slalomona adlanır. Bax, bu daha bu hissədə bax. Bu hissəyə baxın. Bax, burada var. Bax, bu hissəyə mən fikir çıxardacağam. Təbii ki, sakit ancaq bol su sayılı ifadəsi səhvdir. Yarışlar burulğanlı çaylar gətirir. 2. Baytarka və kanoyonlardan istifadə olunur. 4 və özünə məxsus çəkişdə var. Bəli. 5. 2, 4, 5 sənin ideal cavabın. Bax, bu hissəyə baxıb sən daha dəqiq cavabı çıxara bilərsin. Gəliş növbətiyə. Mətn əsasən bu qayğıların idman üçün istifadə edildiyi iddia etmək olmaz. Təbii ki, kayakdan və piroqadandır təbii ki. Baxın, budur. Çünki digər idman növlərində çünki var idi burada. Kanoydan da var idi. Sonra nə bilim akademik qayıqdan da var idi və baydarkandan da var idi. Təbii ki, o eyni zamanda o Salomon idman növü var idi. Bax, orada qeyd olunmuşdu. Bir və 2 cavabı demək D variantı. Gəliş növbətiyə. Mətn əsasında doğru kimi müəyyən edin. Avar çəkmə istənilən coğrafi mühitə uyğundur. Səhvdir. Avar çəkmə istənilən coğrafi mühitə uyğun ola bilməz. İbtidai insanın ilk dəfə qayıqdan üzməyə başladığı vaxt avardan da istifadə etmişlər. Avardan istifadə etmişlər. Demək uyğun deyilsə 1. Avardan istifadə etmişlər. Onlar əlləri ilə hərəkətə gətirmişlər onu. 2. Kanoelərdə avardan sükan kimi istifadə edilir. Bəli. İdman qayıqlarında həm də sərnişin daşıyır. Təbii ki, ola bilməz. 1-2. Təbii ki, 4 sənin ideal cavabındır. 1-2, 4. Yəni B variantını da yoldaşımız düzgün yazıb. Gəliş növbətiyə. İfadə əvəz edilən qarışıq. Baxaq görək hələ. Altına mətnin üzərində rəqəm yazılmış ifadələr. Demək, hansı sözlərdə olar? Baxaq. Demək, məskən salan, yəni yaşayan. Xüsusi sayılan məskən salan, yaşayan. 2 anı burada. 1 məskən salmaq yaşamaqdır. 2-də tapaq 2 hardadır gözümüzdən qaçırsa. Adlı sanılıbdır məşhur, hə? Baxın. Demək 1 yaşayan, bax yaşayan, yerləşən. 2-də məşhur. Həmin qarşı işləndiyi cümlə, məsələn, o Azərbaycanda yaşar, Azərbaycanda yerləşir. Nə bilim, məşhur məsələn, o bizim məşhur məsələn müəllimimizdir və s. yaza bilərsiniz. Sonra təbii ki, burada növbətin mətnində burada deyir ki, xüsusi güc qüvvət tələb edir. Baxın, idmançıların xüsusi güc qüvvət dözüm tələb edir. Yaza bilərsən bura. Güc qüvvət dözüm və s. Sonra mətnin əsasən avar çəkmə idmanı məşğul olmaq faydalı hansılardır? Təbii ki, bədəni gücləndirir, nə bilim, əzələləri möhkəmləndirir, qol və kürək qarın əzələləri möhkəmləndirir. Əzələlərin möhkəmlənməsinə bağlı yaza bilərsən. Bədəni gücləndirir, sağlamlığı artırır, qarın əzələsini gücləndirir, qol əzələsini gücləndirir və s. 29. Uyğun fikir müəyyən. Təbii ki, burada demək rəsmi üsluba aidlanan bir şey verib, çünki faktlardan verib. Deyək ki, çərçivədəki mətnin əsas mətn üslubu xüsusiyyətlə uyğundur. Təbii ki, uyğun deyil. Bunu yazacaqsan, uyğun deyil. Çünki bizim mətnimiz publisistik üslubda olduğu halda yazırsan ki, əsaslandırma. Verilən mətn publisistik üslubda olduğu halda çərçivədə mətnizə publisistik üslubda deyil yaza bilərsən. Müddəa fakt. Keçmişdə Şimali Amerikada da müxtəlif qayıqlardan istifadə olunub. Təbii ki, bax bu buradadır. Götürüb faktı yaza bilərsən. Bu fakt buradan seçəcəksən. Mən onu sənə göstərim daha dəqiq. Baxın. Bax, bu da buradadır. Baxın. İşarə edirəm. Bax, Şimali Amerikada hindlilər indiki, demək bir vaxtda bax buradan götürüb yazacağam. Bunların hər ikisini yazılı geçsin. Bir vaxtda Şimali Amerikada hindliləri indiki kanoelərə oxşayan qədim piroqalarda, oradakı eskimoslar isə baydarkaların qədim forması olan kayaklardan istifadə etmək. Bax, 2 bura qədər bir cümlə yaz. Təbii ki, bundan sonra bir cümlə yaza bilərsən. Bax, bunların ikisini götürüb hər bir fakta demək sən yaza
bilərsən. Belə dəyərli abituriyentlər, 30 son izahına baxdıq. İnşallah növbəti bir video